Assalamu aleykum və rəhmətullah. Hər birinizi salamlayırıq. Mübarək gördüyünüz üzəri Həzrəti İmam Rza Əleyhisselamın şifa qapısı adlanır. Və insanlar burada gələrlər öz xəstələri üçün, mərizləri və mərizələri üçün dua istəyərlər, dua edərlər, İmam Rzanı Allaha təvəssül edərlər və and verərlər. İnşallah ki, zəbarlarımız da, Kərbəla Məşəd zəbarlarımız da gəliblər, ziyarət edəməyə. Allah bütün xəstələrə, məndən iltimas dua istəyənlərə, xəstələrə Allah acil şifa mərhəmət eləsin. Allah heç kimin evində dərdli xəstəliyi göstərməsin inşallah. Və sonunda yetişdik Həzrəti İmam Rza Əleyhisselamın mübarək qəbrinin ziyarətinə. Hər gün minlərlə insan Həzrəti İmam Rza Əleyhisselamın mübarək qəbrinin ziyarətinə zəvvar olur. Sevimli Peyğəmbərimiz Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm buyurur: mənim ciyərimin iki parəsi var. Biri qızım Həzrəti Zəhra, digəri isə qəriblikdə, qərib halda dünyasını dəyişəcək. Mənim balalarımdan olan Əli ibn Musa Rzadır. Kim onun qərib qəbrini Xorasında ziyarət etsə, cənnət o şəxsə vacib olar. Bu gördüyünüz mübarək zəri Həzrəti İmam Rza Əleyhisselamın mübarək qəbrinin ziyarətidir. Zərihidir. Allah ziyarətimizi qəbul eləsin. Allaha həmd olsun ki, Allah nəsib elədi. Məşəd Kərbəla zəvvarlarımızla bahəm, həmçinin Məşəd zəvvarlarımızla bahəm İmam Rza Əleyhisselamın mübarək qəbrinin ziyarətinə gəldik. Allah qəbul eləsin. Allah cəmi arzusunda olanlara nəsib eləsin. Qrup rəhbəri mən, Rasim qardaşımız və həmçinin Seyid Kəmran qardaşımız xidmətinizdə olacaq, Ədalət qardaşımızla bərabər. Allah qəbul eləsin, Allah cəmi arzusunda olanlara bizlərlə müqəddəs ziyarətlərə gəlməyi nəsib eləsin inşallah. Dəyərli Kərbəla Məşəd zəvvarlarımızla bahəm artıq 2 gün Məşhəd ziyarətində qaldıq və İmam Rza Əleyhisselamdan ayrılmaq çox çətin olsa da, səfərimiz inşallah Kərbəla ziyarətidir. Allah hər birimizə nəsib eləsin.